Salam! Bu dəfəki səyahətimiz Qətərə idi. Mən bu səyahəti yoldaşımın ad gününə hədiyyə etmişdim. Baş-başa çox gözəl 5 gün keçirdik. Rezervasiyamızı bütün günü gəzəcəyimiz üçün ancaq səhər yeməyi ilə Centro Capital Doha Bay Rotana otelinə etmişdik. Hədsiz razı qaldıq. Yeməklər, səliqə, təmizlik, xidmət, bir sözlə hər şey yüksək səviyyədə idi. Havanın temperaturu ortalama 35-36 dərəcə idi. İsti bizi çox yorduğu üçün bütün gəzintimizi taksi ilə edirdik. Düşünürəm ki, Dohanın ən gözəl yerlərini gəzdik. İlk gün çamadanlarımızı otelə yerləşdirib düşdük şəhərin canına. İlk olaraq Korniçə getdik. Qayıqla gəmi turu edib 2022 FIFA Dünya Kuboku simvolunun qabağında şəkil çəkdirdikdən sonra yollandıq Dohanın məşhur bazarı Soğuq Vaqifə. Burada 1001 çeşiddə ətir, ədviyyat, qəhvə, quru meyvə, şirniyyatlar satılır. İkinci günü süni ada, lüks, yaşayış, ticarət və əyləncə məkanı Pearl Island'a yollandıq. Eyni zamanda İslam dünyasının zəngin mədəni irsini əks etdirən nadir əsərləri ilə dünya miqyasında tanınan İslam İncəsənət Muzeyini ziyarət etdik. Buranın terrasının şəhərə açılan çox möhtəşəm mənzərəsi var. Üçüncü gün safari turu və Villaş Mall ilə səyahətimizi sonlandırdıq. Axşam otelin rəhbərliyi yoldaşımın ad gününə belə kiçik bir jest edib günümüzü gözəlləşdirdi. Ümumilikdə çox təmiz, təhlükəsiz bu ölkəni biz çox sevdik. Növbəti dəfə çatdırıb gəzə bilməyəcəyimiz yerlər üçün sevə-sevə bir daha gələrdik. Sizə də tövsiyə edirəm. Gedin, gəzin, zövq alın.